Salam, bugün sizə Portsavigger'da bu labın necə həll oluna biləcəyini göstərəcəm. Labda bizə dediyinə görə bir admin panel var və bu admin panelə adi userlar giriş edə bilmir. Və bizdəki əsas məqsədimiz də Carlos userını silməkdir. Bizə də sadəcə bu credentiallar verilib, yəni istifadəçi giriş məlumatları. Labımıza baxsaq, ilk öncə bizə verilən məlumatları giriş edək və belə. Giriş etdikdən sonra biz requestlərimizə baxmalıyıq, çünki burada maraqlı bir şeylər ola bilər. Və burada gördüyünüz kimi login olarkən belə bir request düşdü. Burada adminlə bağlı bir şeylər deyir. Admin false. Bəlkə də bunu true eləyərək bir şeylər edə bilərik. Və yox, burada bir şey yoxdur. Üstdəki requestə baxa bilərik. Və burada gördüyünüz kimi admin false var. Yəni biz əgər bunu manipulə eləyə bilsək, admin olaraq giriş edə bilərik və Carlos userını silə bilərik. Birinci normal send eləyək. Gördüyünüz kimi 200 OK. Render'a baxaq. Bu bizim səhifəmizdir. Bəs əgər biz bu true, false-u true eləsək nə olar? Gördüyünüz kimi admin panelinə giriş edə biləcəyik. Əgər biz bunu buradan kopyalayıb send to browser eləsək in original code. Gördüyünüz kimi adminik, amma əgər biz admin panelə bassaq girə bilməyəcəyik. Bizim burada eləməli olduğumuz buradan incele eləyib network'a gəlib buradan F5'imizi atıb my account-a gəlib buradakı admin value'sunu true eləməkdir. Amma məncə bu çox uzun bir yoldur. Bunun üçün qısa bir yol var. O da cookie editor. Bu bir Chrome əklantisidir və cookie'ləri asanca baxmağa və dəyişdirməyə əl verir. Yəni daha qısa bir yoldur. Məsələn, biz bura baxsaq görəcəyik admin deyə bir value var. Və biz bunu true eləsək, gördüyünüz kimi içəridəyik. Əgər biz F5 açsaq, admin panel burada çıxacaq. Admin panelimizə girək. Carlos, ayda, fuck. Nəysə, Carlos silirik, lab belə bitir. Sasha Vayner'ı da sildim mən, özümüzü də silmişəm. F5 açsaq, gördüyünüz kimi bizim öz user'ımız da silinib.